Tipa məsuliyyəti götürsün də. Правильно. Götürmür axı. Məsələ o da götürmürlər də elə. Problem ordadır da elə. Bilirsiniz, danışılmayanda qız oğlana deyə bilər ki, sən mənə bunu deməmişdin. Sən başqa vəd vermişdin. İndi başqa bir həyat yaşayırıq. Mən sən razıyam, o təsir eləyir. O moment təsir eləyir. Amma başqa momentlər də var axı. Ancaq sən mənə qol çəkmisən buna. Hanı məsuliyyətin? Sən qol çəkmisən buna. Siz deyirsiniz, ruslar ona brachный договор deyirlər. Nikah müqaviləsi üçün. Müqavilə bağlıysan, şeylisin, girirsən. Ləzgilərdə mənim podrugam ləzgi idi. İndi 40 neçə il bundan qabaq o ərə gedəndə bunun iynəsindən tutmuş mebelinəcən ceyizdə hamısı yazılmışdı. Oğlan da SSR-nin vaxtında. SSR-nin vaxtında. Maraqlıdır. Oğlan da üzükdən tutmuş, üzr istəyirəm, alt paltarınacan nə alınıb, hamısı spiskdə yazılıb. Deyirdim, bunu nə edirsiniz? Bu nədir? Deyir, sabah İraq olsun, boşansalar, hərə çəkdiyi xərcin qaytarmalıdır. Это брачный контракт называется. У меня тогда глаза на лоб залезли. Вы заранее уже говорите, siz qabaqcadan bunu boşanmaya gətirib çıxardırsınız. Faktik olaraq danışırsan da elə bir şey. Yox, deyir, bu kontraktdır. Bu kontraktdır. Həyatda hər şey ola bilər. Hərə məsuliyyətin hiss eləməlidir. Bunu o demək deyil ki, sabah boşandılar, qaytarırlar. Xeyr, prosta məsuliyyət olur. Ki, sabah mən boşandım, mən bu qədər şeyi necə qaytaracam ona? Yəni siz demək istəyirsiniz ki, indi hal-hazırda bu dəqiqə Azərbaycanda bu çox rahat formada gedir deyə onlar rahatlıqdan da keçə bilirlər. Niyə çox xaricdə elə deyil? Boşanma uzun bir prosesdir, bahalı bir prosesdir. Niyə hər adam o boşanmaya getmir orada? Ona görə ki, pul ödəməlidirlər. O qadını boşayıblarsa, saxlamalıdırlar onu axıracan, ta o ərə getməyincə. Yəni ki, bu qayda qanundur. Bizdə bunlar hamısı heç biri yoxdur. Çox asandır. Bir gün bu olsun, sabah olsun, birisi gün öbürsü olsun, uşaqlar qalır ortalıqda. Ən böyük problem odur ki, uşaqlar yarımçılıq böyüyürlər, atasız ya anasız. Ən böyük problem bax budur. Onlar cavandılar, tapacaqlar, gedəcəklər, evlənəcəklər, ancaq uşaqlar yarımçılıq böyüyürlər. Atanın məhəbbətin görmürlər. Sabah onlar da böyüyəndə həmən şeyi təkrar eləyəcəklər. Uşaq nə görür, onu da gətirir öz ailəsinə. Vəsə, tək yaşamaq rahatdır. Tək yaşamaq sakitçilikdir. Problem olmur, problem az olur. Vəsə, bu həyatı seçirlər. Feminizmə, indiki cavanlar feminizmə daha çox gedirlər. Mən pulumu qazanıramsa, mənim maşınım var, evim var, hər şeyim, şəraitim var. Nə edirəm mən əri? Gedib kiminsə deyir, çəkili corabların yuyacam.